Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni layihəsinə start verdi. Layihənin adı Bölgə Teatrlarının başı premyerasıdır. Çox sevindirici haldır ki, ilk qonağı da məhz Lənkəran Dövlət Dram Teatrı oldu. Həddindən artıq gözəl bir layihədir və bu da bölgə teatrlarında çalışan aktyorların fəaliyyətinin işıqlandırılmasında, onların paytaxt teatr sevərlərinin qarşısında çıxışları həm sevindiricidir, həm də məsuliyyəti elə bir 2 qat artırır. Mən inanıram ki, bu layihə uğurlu olacaq və bizim tamaşamız da oktyabr ayının 29-unda deməli, Cavid Zeynalının Tanrı quşu gəlmədi tamaşası ilə çıxış edəcəyik. Tamaşanın uğurlu alınmasına tam əminəm və indidən bütün kollektivimizə uğurlar arzulayıram. Tamaşanın bəstəkarı kimi öz sözümü deyə bilərəm ki, həqiqətən bu tamaşa mənim öz daxili dünyama, ruhuma çox yaxındır. Çünki psixoloji dram janrını mən çox sevirdim. Və tamaşanın quruluşçu rejissoru Anar Babalı mənə təklif eləyəndə ki, bu tamaşanı siz işləyəcəksiniz. Çox sevindim həqiqətən də. Mən inanıram ki, tamaşa çox uğurla izləniləcək. Çünki burada olan, baş verən hadisələr həqiqətən də bizim cəmiyyətdəki insanların da öz həyatlarında olan hadisələrdəndir. Sən deyildin Mustafa. Sənə yalvaranda ki, heç ki mən sizlərin dözdüm, əfəlimi mən ucaqlı bağlamırdı ki, nə yaxşı Cavid Zeynalının əsəri əsasında hazırladığımız Tanrı quşu gəlmədi tamaşasının ilk nümayişini göstərdik. Tamaşalar region teatrlarının Bakı premyerları layihəsi çərçivəsində oynanılır. Bu layihə olduqca dəyərli və teatrların tanınılması və teatrların biri-biri ilə yaradıcılıq əlaqələrinin gücləndirilməsi sahəsində çox gözəldir, təşəbbüsdür. Akademik Milli Dram Teatrının bu yeni layihəsi, yəni bölgə teatrlarının Bakı premyeraları layihəsi mən inanıram ki, çox uğurlu olacaq və əminliklə demək istəyirəm ki, bu layihə Azərbaycan teatr prosesi üçün, bölgə teatrlarının yaradıcı həyatı üçün çox əlamətdar sayıla biləcək bir hadisədir və əlbəttə bölgə teatrlarına dəstək vermək üçün, onların həyatını stimullaşdırmaq üçün, onların yaradıcılıq imkanlarının sərhədlərini genişləndirmək üçün bu kimi tədbirlər çox vacibdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkür edirik ki, bu layihəni dəstəklədi, bizə yaxından köməklik göstərir və mart ayının 10-da bu layihə Milli Teatr günündə yekunlaşacaq, başa çatacaq və mənim müəllifi olduğum Tanrı quşu gəlmədi piyesi bu layihə çərçivəsində Akademik Milli Dram Teatrında nümayiş olundu. Mən çox şadam ki, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Mənə müxtəlif insanlar, həm media mənsubları, həm teatr ictimaiyyəti, sıravi tamaşaçılar, tamaşa ilə bağlı çox ürəklə, ürək genişliyi ilə öz fikirlərini bildirdilər və bu tamaşa günah və qisas haqqındadır. Bu tamaşa bizə göstərə bilər və göstərir ki, necə yaşamaq lazımdır və necə yaşamamaq lazımdır. İlk dəfədir ki, Akademik Milli Dram Teatrının səhnəsində premyera tamaşasını təqdim edir. Çox həyəcanlı və məsuliyyətliyəm. Doğma teatrıma uğurlar arzulayıram. Ana teatra da dərin təşəkkürümü çatdırıram. Azərbaycan teatrı olaraq bir-birimizlə daha yaxından tanış oluruq. Bölgə teatrlarının Bakı premyerası layihəsi olduqca önəmli layihədir və bölgə teatrı olaraq bizi daha da məsuliyyətli işləməyə, daha da öz işimizin məsuliyyətini anlamağa və eləcə də teatrların bir-biri ilə dostluğuna çox önəm verir bu layihə və inanın ki, Akademik Milli Dram Teatrının bütün kollektivi, başda İlham müəllim və Mehriban xanım olmaqla bizi bu 3 gün ərzində o qədər gözəl qarşıladılar ki, biz elə bildik ki, doğrudan da öz ata ocağımızdayıq. Bəli, Akademik Milli Dram Teatrı
bizim atacağımızdır. Yaxşı ki, bax belə işin bilən rəhbərlər var və bütün kollektivə, bütün əməyi keçənlərə biz bütün kollektivimiz adından, bütün Lənkəranlar adından təşəkkürümüzü bildiririk. Var olun, sağ olun və nə qədər ki teatr sevər xalqımız var, teatr yaşayacaq.